Səhər yeməyi üçün əla ideya bölüşəcəm. 2 ədəd yumurtaya, 2 çay qaşığı süd, zövqə görə duz, qara istiot, şirin toz qırmızı biber əlavə edib çalıram. Tavaya yağ əlavə edib çalınmış yumurtanı tökürəm. Üzərinə 2 dilim çörək yerləşdirirəm. Van modda altı qızarana dək bişirib tərs çevirirəm. Yumurtanı bu şəkildə qatlayıram. Üzərinə kalbasa, pendir və pomidor dilimi düzürəm. Ortadan qatlayıb çörəyin hər iki tərəfini qızardıram. Yanında içmək üçün portağal suyu da sıxdığımı tamamdır. Bunun üçün qabığı nazik, ətirli, yumşaq portağal seçmək lazımdır. Səhər yeməyimiz hazırdır. Əgər videonu bəyəndinizsə, like edib, rəy bildirib, yaxınlarınızla bölüşərək kanala dəstək ola bilərsiniz. İzlədiyiniz üçün təşəkkür edirəm. Hələlik.